Kimsəsizlər evində bir uşaq gecə Quran oxuyaraq dırnağını yeyirdi və Allaha deyirdi: anam ölüb, yoxsa canı qurtarıb? Neçə vaxtı döyülmür. Görən indi belindəki göyərtilər sağalıb, sol dizində sıyrıq vardı, o qalıb. Biraz susub yenə dedi Allaha: qucağımda göndərdiyin kitab var. Yazmısan ki, cənnətdə də şərab var. Atam ora düşəcəksə, gizlə şərab şüşəsin, ya da anam oradadırsa, atam ora düşməsin.